أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وصلى الله على محمد وآله الطاهرين، ولا سیما بقیة الله في الأرضین. امیر علیه السلامın اوصافında bu ihtilaf var, çihansı vasfi Hazretün tamam اوصافından yukarıdır. اوصافی ki Emir Aleyhisselam'a deyilibdi, rivayat ehl-i sünnetinden 600'i keçir. Vasfidir ki Ağa Resulullah mükerrer deyibdi Hazretün şanında ve her birisi bir alemdir. Zavame kelime peygamberdir. Hazret bir cümleyle ki buraya bir alem sözü yetirebileyim, vazifesini eda eleyip, hücceti tamam eleyip, hiç kəsə məcali ehticac yoktu qiyamətdə. Əlidən əl üstə. Heç kəsə məcal bu ki, Əlinin təbəiyyətindən çıxa yoktu. Allah-u Teala'nın bərabərində. Peygamberimiz məmuriyyətin çox ali əda eləyib. Nə geçərdi bu xasus cavami rivaiyə, اوصافی ki Emir Aleyhisselam'a deyilinib ki əhl-i sünnət təriqi ilə görəsiz nə qoğadır, nə məhşərdir, nə qiyamətdir. Emir Aleyhisselam'ın اوصافında sün əlini bir Allah tanıyır, bir də Resulullah tanıyır. Bəqiyə bir qəraltı görəylər cendən. Əşvah-ı xəmsə deyərlər, 5 tane ali əbaya. Niyə üçün bizdən, biz cendən bir qərantlık görüyük, bir şəbəh görüyük. Adın qoymuşuq Əli ibn Əbi Talib. Əmr Aleyhisselamın şəni bücürdü ki qalibi kəlamata sığışmış. Sün məzhər lavhəddiyə Həzrəti Əhədiyyətdi. Hardan eləmək olar? Qalibi əlfazla bir şəxsiyyətin barəsində danışasan, Ağa Resulullah bilə qorxuyam, Əlini mərrifi eləyəm. Özü də deyir, qorxuyam, özümü mərrifi eləyəm. Əxafu ən tüşriku fiyyə bə Resulillah. Qorxuyam mən özümü sizə tanıttırsam, ən tüşriku fiyyə bə Resulillah. Məni şəriki peygamber, Peygamberin rədifində qərar verəsiniz. Belə bir şəxsiyyəti biz cendən baxıyor, şəxsiyyətindən danışıyor. Tövbe tariki Ali ra didə iş, zin səbəb qeyri bevey bögzidə ey. İndi Emir Aleyhisselam'ın vasflarının en yukarısı Əhl-i Təhqiq nəzərində vəhdətidir. Yəni Peygamberimiz dönə-dönə elam eləyir, Əli ilə mən bir həqiqətük. Və sairun nas min şəcərətin şətta. Allah-u Teala gətiribdi ənfusəna və ənfusəkumdan bu nəfsiyyəti. Bəzi təbirlərdə var kənəfsi. Nəfs olmaqlığı Allah-u Teala imzalayıb. Allah-u Teala'nın sözü haqqı həqiqətdən qalxır. Əlbəttə ayrı nəzəriyyat var, bir iddia deyirlər Əmir Aleyhisselam'ın camiyyətidir. Rivayətdə var, İmam-ı Baqir Ağa buyuruyor, kânə fi Aliyyin sünnetü elfi nebiyyin. 1000 peygamberin faziləti Əliyə yığışmışdı. Adəmin faziləti elmidir, Əlidəydi. Əlləmə Adəməl əsmaə kullaha. İbrahiminki xüllət idi, Əlidəydi. Vəttəxəzəllahu İbrahimə xəlila. Nuhunki ibadət idi, o da Əmir Aleyhisselam'daydı. İsa'nınki səffət idi.
eraz idi alemi təb'iden, maddeden. Müstəğrək olmaq idi siyahətdə, ibadətdə. O da Ali aleyhisselam'daydı. Hazreti Musa'nın ki heybətdir. Və kəlləməllahu Musa təklima. Mükaləmədir. Kiminlə? Allah'la. Özdə Allah başlaydı danışmağa. Ən ki əvvəl Musa başlaydı danışmağa. Və təxəzəllahu İbrahimə xəlila. Allah İbrahimə deyəcək məndən dost ol. Ən ki İbrahim başlaydı. Nəzvasıdır Musa'nın. Və qarrabnahu neciyya. Bunlar hamısı Əmr Aleyhisselam'da yığışıb. Hazreti Eyyub'un sabridir. Əmr Aleyhisselam'da yığışıb. Peygamberimiz burada hər kəs istəyir. Bunlara baxa, bu ovsafa baxa, qabaqdan gələn kişiyə baxsın. Hamı boynunu uzatdı. Görək ki bu rəcül-i müqbil, fəlyandur ilə havzər rəcül-i müqbil. Bu kimdir bu gələn? Hamı baxıq. Peygamber buyurdu biri gələcək. Əlləzi huvə kəşşəms. Kəşşəms-i sari. Vəl-qəmər-i sari. Vəl-kəvkəb-i durri. Bu gələn həm gündür, həm aydır, həm ulduzdur. Gün kimdir? Peygamber özü. Yəni mənim özümdür. Aydır. Kəvakib kimdir? Tamam ənbiya. Əşcəun nasi qəlbən. Əsxən nasi kəffən. Həzrət buyurdu biri gələk. Şəcaətdə üstü yox. Səxavətdə üstü yox. Hamı baxdı gördülər gələn Hazreti Əmir Aleyhisselam'dır. Camiiyyət hər vəsfidə bir də fikr elə, bir də fikr elə, bir də fikr elə. Cəzirətül Ərəbdə nə fəzilət var idi? Tamam fəzail, tamam güllərin iyisi bir dənə güldə yığışa. Bu qudret-i ruhiye Peygamber nə iş görmüşdü? Bu mucize-i Risalet-i Xavtəmiyyətdə nə camiiyyət var idi? Hər birisi bir ömr istəyir, bir kilas yox. Hər bir vəsf bu camiiyyətdə bir ömr istəyir. Hardan yığışdı bu şəxsiyyətdə? Bir dənə nəzəri camiiyyətdir. Bir dənə nəzəri məsələ-i ədalət-i Hazreti Əmir Aleyhisselam'dır. Ədalət-i Əmir Aleyhisselam vəhşətnakdır. Tarix nəzrin görməyib, görməyəcək. İğne ücüyecek mümaşat eləmədik və Əmir Aleyhisselam'ın işin qarışdıran da bu oldu. Məmləkət qarışmaqda bu oldu. Qaçaqaç buna görə düşdü. Əli ilə müxalifətə çıxan buna görə çıxdı. Nə xəd elədi özünə düşmən düzətdi. Ədalətin üstə müamilə eləmədi. Hey düşmən tıraşı, mühafizəkarı yoxdur. Usuldan tənazül yoxdur. Allah Allah qudret-i ruhiyə bax. Heç kəs nəzrin görməyib. Bir dənə təbiri var, insanlar hürr dünyaya gəlib. İnsanlar qul dünyaya gəlməyiblər. Allah-u Teala insanları hürr yaşadıb. Əyyühən-nas qutbu oxudu. İnnə Adəm ləm yəlid əbdən və la əmətən və ənnən-nasə kulluhum əhrar. Hazreti Adəm qul doğmayıb ki, dünyaya gətirməyib. Əvvəldən biri qul ola oğlu, qızı kəniz ola. Hamı hürridir, alan da bu beytülmaldır. Hamı hürrüsüz və biz də bunları nəhnu müsəvvunə beynəl əsvədi vəl-əhmər. Siyah pust ola, sefid pust ola, pustin rəngin pust ola, şərif ola, vəzi ola, dünən müsəlman ola, büyük müsəlman ola. Bunlar heç bir mətrəh deyil. Hami ələs-səviyyə. Darağın dişi kimin hamını bir səfər düzdür. Eləmək olardı. Bundan da soğuşuyam. Amma bizim etiqadımız budur. Əmir Aleyhisselam'ın əzəmətli vəsfi Həzrətin vəhdətidir Peygamberine. Vaxti Allah bilir nəfsi Peygamberdir, mənası budur nübüvvətdən sonra. Hər vəsf ki Peygamberdə var, Əlidə var. Fəxri Razi deyib, bundan istidlal eləyiblər ki, Ali Aleyhisselam tamam ənbiyaya bərtərdir. Çünki Peygamber tamam ənbiyadan
ucadır. Buradadır ki, ədilləni başladıq dünəndən, müfəssəl gəliyor qabağa, ədillənin böyücü ibarətdir ayə-i mübahalədən. Məmun çox basavad idi. Əmir əleyhissalam bir Bəni Abbası sayanda, yetişək ki, məmuna deyil, tavsəuhum ələmuhum. 900-ci hamısından basavaddır. Bu 900-ci İmam Rıza ilə çıxdı bəhsə, ayə mübahalədə. Ağa Rasulullah deyil, xanımları çağıraq, uşaqları çağıraq, özümüzü çağıraq. Məmun dedi, özün çağıraq. Burada Əlini niyə çağırır? Özün çağıraq. Pəs nəfsudan murad Peyğəmbər özüdür. Pəs bu ki, o ayəni fəzilət üleysən Əmir əleyhissalama, fəzilətdir. Həzrət türdü, leysə bi səhihin mazəkərt. Yolu çaş getdi. Və zəlikə, ennəd daiyə innəma yəkunu daiyəlli qeyri. Dəvət eləyən, özün çağırmaz ki, özgəni çağırar dəvət eləyən. Kəma yəkunul amiru, amirəlli qeyri. Biri əmr eləyəndə, özgüyə əmr elər. Özünə əmr eləməz ki. Və la yəsihu ən yəkunə daiyəlli nəfsihi fil həqiqə. Dai ola bilməz biri özünə. Kəma la yəkunu amirəlli hafil həqiqə. Necə ki, özünə əmr eləyə mənası yoxdur. Allah deyir, Həzrət və nədir çağıraq özümüzü? Peyğəmbər özün demək, özü ki gəlir. Çağırmaq lazımdır ki burada. Həzrət vurdu və izə ləm yəd'u Rasulullah rəculən fil mübahalə illə əmirəl müminin fəqət səbətə ənəhu nəfsu əlləti ənəhəllahu teala fi kitabihi və cəalə hükmə zəlikə fi tənzilihi. Pəs Peyğəmbərimiz vaxtı Əlidən sonra işləsi çağırmayıb, pəs Əli nəfsi Peyğəmbərdir. Buraya düşəndə Məmun dedi, İzə vərədəl cavab, səqətə sual. Sual sakit oldu. Mənim əzizlərim, neçə dənə mən dəlil təzədən sayam, əhl-i sünnətin mənabeyindən ki, Əmir əleyhissalam nəfsi Peyğəmbərdir. Bunun əhkamı var ha, qoğadır əhkamı. Əhməd ibn Həmbəl, İmam-ı Hənabilə, Ağa Rasulullah'dan nəql eləyir. Bu şiədədir ha. Şiədədir ha. Qəşətdir get elə. Bir dənə məzhəbin rəisi bunu nəql eləyir bu rivayəti. Peyğəmbərdən. Həzrət Süleymanla Əli bir nur idik. 14.000 il xilqətdən qabaq beynə yədəyillah. Beynə yədəyillah. Allahın gözünün qabağında 14.000 il xilqətdən qabaq. Bu il içi danışıyıb bundan Peyğəmbərimiz bizim ildir. Fərvərdində başlana, İsfəndidə qutara, Məhərrəmdə başlana, Zilhəccədə başa çata. Bu Allahın öz rububi illərindəndir. 14.000 il. Təbiri budur ki, məndən Əli bir nur idik. Biləysən burada nə qədər söz yatıb bir nurda? Bir nur içi, nur-i vahiddir. İmtiyaz yoxudur, bir nurdur, bir nur. Mütəmayizdir, mütəarizdir. Bölünməyib, bir nurdur həqiqəti. Tayin ki, xilqəti Adəm oldu, bu nur iki bölündü. Məndə nübüvvəti qoydular, Peyğəmbər buyuruyor. Əlidə də visayəti qoydular. Kim bunu nəql eləyir? Allah, Allah, Allah. Allah, Allah. Bunu kim nəql eləyir? Cənab-ı Əhməd ibn Həmbəl, rəis məzhəb bunu nəql eləyir. Bəli. Ağa Rasulullah müfəssər rivayətlərdə gətirib bəyan eləyibdi Əmir əleyhissalamla öz vəhdətin və bu vəhdətdə ayə-i mübahalədə təməssük bu ayə hər ammə bu xassənin tərəfindən istidlal olur. Zəməxşərinin bir sözü var Kəşşafda. Deyər bu ayə-i mübahalədə fihi dəlilun la şeyə əqvaminə. Bu ayə-i mübahalədə bir dəlil var. Bundan böyük dəlil olmaz.
علی فضل اصحاب الکسا علیهم السلام. Ki ashab-ı kisanın fəziləti hamıdan yuxarıdır. Hamıdan yuxarıdır mənası budur ki, biz taxtada bunları qoyaq. Ondan sonra deyək, səni çox istəyəm, səni çox istəyəm, səni çox istəyəm. Budur. Vaxti əfzəliyyət sabit oldu, yəni xuz minna, təkün ənna. Əhkamu məndən al. Əxlaqu məndən al. Kəlami etiqadi məndən al. Adabu məndən al. Təfsir məfahim dinini məndən al. Ki mən sənə təvhidi məna eləyim. Ki mən sənə şirki məna eləyim. Bəli. İndi bir dənə burada bir böyük söz ki cinə də mərbut oley racib məsələyə Əmir əleyhissalamın vəhdəti bəhs ənə və Əliyyün minni və ənə min Əliy. Peyğəmbərimiz nə qədər yerdə deyib, Əliyyün minni və ənə min Əliy. Bunun mənası nə ola bilər? Ağa Resulullah buyurdu, elə ki Əmir əleyhissalamı yoldaydı Yəmənə. Buyurdu, ləyəntəhiyyənnə bənu vəli'ə. Bənu vəli'ə muluki Həzrəmuta deyir. Əgər bunlar işlərindən əl çəkməsələr, لَأَبْأَسَنَّ إِلَيْهِمْ رَجُلًا كَنَفْسِي. İndi bildin bu gecə kimin şəhadət gecəsidir? Bildin bu gecə Ağa Resulullahın əza gecəsidir? Bildin o zərbət Ağa Resulullahın başına dəyibdi? Həzrət رَجُلًا كَنَفْسِي يَنْفَزُ فِيهِمْ əmri فَيَقْتُلُ الْمُقَاتَلَةِ وَيَسْبِ الزُّرِّيَّةِ. Elə ki Ağa Resulullah bunu Əbu Zər dedi, bir də gördüm, fəvrən mənim arxamdan xəlifə-i dovun dedi, mən yəni, Peyğəmbər kimi qəsd elədi? Kimi deyik kənəfsi, alan birin yollaram kənəfsi. Əbu Zər deyik, dedim səni və xəlifə-i əvvəli qəsd eləməyib. Və dedi, kimi qəsd eləyib? Dedim, xasifən-nəl. Xasifən-nəli qəsd eləyib. Xasifən-nəl, yəni o ki başmağın pinə vurey başmağına. Xasifən-nəlidir. Və Əliyyün yəxsifü nə'lən. Əmir əleyhissalam da başmağına pinə vureydi. Xəsais Nisai, Fəzaili Əhməd ibn Həmbəl, Müstədrəc Hakim, Tarix Diməşq. Nə qəşəng təbirdir? Kənəfsi. Bəli. Bir dənə laf alisin deyəcəyəm, bu gecə bir ləzzət aparasan. Əmrəs deyir ki, elə ki mən cəng Zat-ı Salasildən gəldim, Qəzve Zat-ı Salasildən gəldim. O xada orada iş görmüşdüm, deydim da məndən məhbubu Peyğəmbərə yoxdur. Bəli. Gəldim, dedim, ya Resulallah, əyyün nasi əhəbbü ileyk. Kim hamıdan, bu əshabın içində, kimi hamıdan çox istəyirsən? Bunu deyilmiş tadiyə, səni çox istəyəm ki, belə iş görürsən. Ağa Resulullah, Kənzül Ümmal 6-cı cilt 153-cü səfər. Filankəsi saati, filankəsi. Orada hey dedi, sahabədən dedi. Əmras əcəb bir sual soruşdu. Allah. Fəqultu ya Resulallah, fəeynə Əli. Sən belə sahabəni sayırsan ki, Salmanı çox istəyəm, Əmmarı çox istəyəm, Miqdadı çox istəyəm, filankəsi çox istəyəm. Heç Əlidən xəbər olmadı. Fəltəfətə ilə əshabə. Üzün tutdu əshaba. Sırrı var ha burada. İstəmədi beynəl isneyni ola itabata. İstədi cəm içində ola. Mələ içində ola. Hamiyə yayla. Həzrət üzün çördü əshaba. Dedi, innə hazayəs əluni ənin nəfs. Bu mənim canımdan sual eləyir. Sən əvvəldə mənə dedin, yəni əshabından kimi çox istəyirsən? Əli mənim sahabəmdir, Əli mənim canımdır. Ay mənim əzizlərim, təbirə bax. Xudaya, qoğadı bu təbirlər. Bəli, Kənzül Ümmala müraciə elə. 6-cı cilt 420-ci səhifə və 6-cı cilt 153-cü səhifədə dedi, Əliyyün əsli və Cəfərün fər'i. Əli mənim əslimdir, kökümdür. Əsl bilirsin nəyə deyər?
Bu nəfsiyyəti əshab biləydilər. Əhməd ibn Həmbəlin oğlu dedi, sual elədi atasından, sual elədi min əfsəl-i səhabə. Əhməd ibn Həmbəl, rəis məzhəbin oğlu. Soruşdu min əfsəl-i səhabə. Əfsəl-i səhabə kimdir? Peyğəmbər başladı, Əhməd ibn Həmbəl başladı saymağa. Dedi, ata, heç əlini demədin. Dedi, oğlum, sən sahabədən soruşdun. Əli sahabədir ki, Əli can Peyğəmbərdir. Rəis məzhəb. Bir nəfər Nəcəfdən durdu, getdi Mədiniyə, ziyarət Peyğəmbərimizə, Ağa Rəsula gəldi yuxusuna. Döndü, Ağa Rəsula buna dedim, dedi, gəyit Nəcəfə, mənim canım oradadır. Əgər orada olsun, mənim yanımdasan. Bunlar müstənəddir, görəysən cavami rivayədən bunları mən ərz eləyəm. İndi iki dənə burada bir söz ərz eləyəcəyəm, tamam eləyəm. Bətər bəhsidir. Biri budur ki, bu Əliyyün minni və ənə min Əli bunun mənası nədir? Bu bir. İkincisi, əhkam ki istifadə oləyib bu vəhdətdən. Bu vəhdəti elan eləyiblər əhkama görə. Yəni siz bu vəhdətdən əhkamı götürün, əməl eləyin. Əhkam məsələ nədir? Vaxtidir, Əli mənim canımdır, mənim nəfsimdir, Əli var, mən varam, mənası budur. Haqqı təqəddüm Əmir əleyhissalamdandır. Mənası budur, Əli olan yerdə fəsul xitabdır, hər nə tamamdır. Mənası budur, Əlinin qabağında danışmaq, içtihad-ı müqabili nəslidir. Əlini rədd eləmək, Allah'a rədd eləməkdir, Peyğəmbəri rədd eləməkdir. Ümmü Sələmə, Rabi də getdi Ümmü Sələmənin məsələrinə, Ümmü Sələmə mənə dedi, eşidiyən Peyğəmbərə söğüşdəysiniz, Peyğəmbəri səbbələysiz. Dedim, əstəğfurullah, Peyğəmbəri səbbələyək. Dedi, bəli, bəli. Özüm Peyğəmbərin dodaqlarından eşitdim. Dedi, hər kəs Əlini səbbələsən, məni səbbələyib. Hər kəs Əlini öldürən, məni öldürüb. Əli ilə zəng eləyəm, məndən zəng eləyib. Əhkam sohbətərdir bu nəfsiyyətdə. Bir dənədir, iki dənədir. Feylən biz Əliyyün minni və ənə min Əli. İstiyox deyək, nə mənədir bunun mənası? Xaricdə ki, məşhuddur, görəysən, bu bir bədəndir, bu da bir bədəndir. İki bədəndir. Bu vəhdət, bu eyniyyət, bu nəfsiyyətin mənası nədir? Bir də deyilər ki, bunun mənası şiddət-i məhəbbətdir. Aləm-i eşqidə bu sözləri iddia elərlər. Necə ki, şair deyim, mən kiyəm Leyli yox. Leyli kist mən, maviyeki ruhim əndər do bədən. Qahi lafda mübaliğə deyirərlər. Birdən məsələn, məşuquna bunun gətsələr, sıtma vırsalar, deyər, mənə sıtma dəydi. Qoft, əz Leyli, vücud mən por است. این صدف پر از صفایه آن در است. ترسم فساد، فساد o ki حتمت علی. De bıçağı vursan Leyli'ye mənə vurursan. ترسم فساد چون فستم کنی تیر را ناگاه بر Leyli زنی. Yəni mənə vurdun, Leyli'ye vurursan. Leyli'ye vurdun, mənə vurursan. Bu bir dənə təfsirdir. Bu əslən bizim dərdimizə dəyməz. Qəziyyət çox yuxarıdır. Çox antiqə təbirlərdir. Bunlarla əslən yemək. İkinci nəzəriyyə budur ki, bu əzvab-ı ovsafdır. Çünki ovsaf-ı Muhammed və Ali'st, گر تو گویی یا محمد یا علیست. Bu da bir dənə təfsirdir. Necə ki, Ağa Rasulullah deyib ki, ma min nəbiyyin illa və ləhu nəzirun fi ümməti və əliyyun nəziri. Hər peyğəmbərin öz ümmətində bir nəziri var və mənim də nəzirim, mənim ümmətimdə Əmir əleyhissalamdır. Bu da bir nəzəriyyədir. Üçüncü nəzəriyyəni təhvil al. Üçüncü nəzəriyyədir, bu nazirdir. İttihad در امر تبلیغ. Bax. Uhudda
Elə ki Əmir əleyhissalam o müvasatı görsətdi, göydən Cəbrəil qışqırdı, dedi, ya Rasulallah, innə hazihi ləhiyəl müvasat. Müvasat buna deyərlər ha. Dedi, və ma yəmnəhu minni. Nə mənə mani ola bilər ki, Əli özüm mənə qurban verməyə. Və huvə minni və ənə minhu. Göydən Cəbrəil dedi, və ənə minkuma. Xub, Peyğəmbərlə famil dör Cəbrəil. Peyğəmbərlə cismi kimin dör Cəbrəil. Bu minni nazirdir buna ki, Allah-u Teala məsələ-i təbliğ-i risalət-i ilahidə bunlarda bir nöqtəyi iştirak qoyub. Məqam-ı təbliğdə bunlarda vəhdət var. Peyğəmbər danışır, Əli danışır, dini deyil. Əli dini deyil, Peyğəmbər elə bil deyil. Cəbrəil, əsən Cəbrəilin hüviyyəti nədir? İblağ-ı risalət. Cəbrəil vaxtı deyil, mən də sizdənəm, pəs nazirdir həman İblağ-ı risalətə. Necə Peyğəmbərin işi İblağ-ı risalətdir? Əmir əleyhissalamın işi İblağ-ı təfsir-i risalətdir. Cəbrəilin işi Allah tərəfindən İblağ-ı risalətdir, pəs olan orada bir həqiqət. Bunu mərhum-i Allame-i Əskəri müfəssəl açıbdır. Bir dənə bu təfsirin dəlili budur ki, Həccətül Vidadə Peyğəmbərimiz buyurdu, Əliyyün minni və ənə min Əli, dalısıyacaq forən buyurdu, və la yüəddik ənni illa ənə o Əli. Dinin qəziyyəsin, təfsirin, əhkamın heç kəs bəyan eləməyəcək. Ya mən, ya da Əli ki, mənim canımdır. Yəni, özü elə bil təfsir elədi bu məsələni. Bu da bir dənə böyük məsələdir və bunun bir dənə böyük dəlili də var. Qəşəh təfil al, o da budur ki, İmam Həsənə də deyir, Həsən minni. Hüseynə deyir, Hüseyn minni. Fatimiyə deyir, Fatimə minni. Nə qədər rivayət var? Hüseynün minni və ənə min Hüseyn. Səhih-i Tirmizi, İbn-i Macə, Müsnəd-i Əhməd. Həzrət-i Vəli Yəsridə də Ağa Rəsulabri Əl-Məhdiyyü minni. Orada da kəlime-i minnini işlədir ki, bunlar hamısı nazir bir vəzifəyə dinidir və bu ki, Allah qoymaz qatıla dininə. Qeyr az bunlar dini təbliğ eləsə, qatılar. Dində dinlik qalmaz. Din olar hərcümət, din olar mələəbə, din olar əbzar. O ki, Peyğəmbər deyir, Teala, din âli olmaz. Onlar din âli, alət olar. Hukkam o zimamdaran xod sərin əlində, muftiyan dərbarinin əlində. Ona görədir ki, bu təfsir, bir dənə bir böyük təfsirdir və Əmir əleyhissalamın ki, adı Şərikül Qurandır, elə bu da ona görədir. Ağa Resulullah buyurdu, Əli məndən bir mənzəli Harundur Musaya, Harunda da Musa Allah'tan Harun'u istəyəndə de əşrikhu fi əmri. Şərik mənim işim olsun. Əmir əleyhissalamda oldu Şərikül Quran. O ki dihsini o Vəhabi kələmi Şərikül Qurandan heç Quranı oxumayıbdi. Hədisi mənzələti başa düşməyibdi. İndi bir cümlə ərz eləyəm, amma qədrin bil. Bunun qədrin bil. 3 dənə təfsir dedim. Minniyə. Amma 4000-ci bir söz deyim siz əzizlərə. O da budur ki, sirr-i vəhdət bunlardan çox yuxarıdır. Vəhdət-i nurunu sən neynərsən? 14.000 il xilqətdən qabaq biz bin nur idik beynə yədəyillah, quddaməl ərş, yümnətəl ərş. Onu nədir düzəllərsən əmri təbliğdə? Məlum elə bunların quruşluğunda bir vəhdəti var, Allahın bir müştərək inayəti var. İndi gəliyox nəticə-i vəhdətə, gəliyox əhkam-ı vəhdətə. Əvvəlmincisi budur ki, Avsaf-ı Resulullah əleydə var. Piyadə ilə heç qoşma. Nübüvvətdən sonra, bu Allahın sözüdür, bu Peyğəmbərimizin sözüdür. Vaxtidə Əli kənəfsik, yəni nübüvvətdən sonra hər nəyə piyadə ilə. Özü də buyurdu, dedi Əli, mən eşidəni sən də eşidəysən, mən görəni sən də görəysən, İlla ənnəkə dəstə-bi nəbiyyin, fəqət Peyğəmbər görsən. Peyğəmbər nəyə görəydi? Biz görənləri, bu ki iftixar olmadı Əliyə. Peyğəmbər nə eşidəydi? Biz eşidənləri, bu ki fəxr olmadı Əliyə. Məlum olaydı, dövrəmizdə gələn əyləşmişik, bir görməlilər var ki biz görmürük.
Eşitməlilər var ki, biz eşitmiyoruz. Əmir Əleyhisselam buraya Peyğəmbəri dəfn eləyəndə damduvar ağlı idi, bunların zəccəsi mənim qulağımda idi. Zəccəti doğru vəl əfniyə. Sən heç eşidə bilərsən? Damduvar ağlıya, damduvar təsbih edir. Fovç mələklər ənə idi. Peyğəmbərin cənazəsində namaz güləydi, gələydi. Amma bunu Əli görəydi. Göz Allah gözüydü. Yavmən nəzəruhu ilə sidrətil muntaha. İndi bildin bu günləri niyə bu zərbət bəşəriyyəti odi? Həddət müsibətü kəl-ənam. Ya Ali, sənin müsibətin bəşəriyyəti oğ elədi. Bəşəriyyətin hər nəyin aldılar əlində. Peyğəmbərimizin ovsafını istəyək biz sayaq. Mühaymin. Əmir Əleyhisselama da deyiblər mühaymin. Qurana da deyiblər mühaymin. Quran tamam kütüb-i asmaniyə mühaymindir, nicəhbandir. Onların əmniyyətini hifz eləyir. Mühaymin, yəni müaymin. Həmzə təbdil olubdur ha. Yəni əgər olmasa Peyğəmbər tamam ədyan təhrif olar. Əgər olmasa Əmir Əleyhisselam Peyğəmbərin yerində və Əmir Əleyhisselamdan alınmasa söz, Quranda təhrif olar. Vilayətuna qutbul Qur'an. Həzrət və bizim vilayətimiz qutb, Qur'andır və nə qədər kitabı asmanı nazil olub, hamısına qutbdir, mehvərdir. Necə dərman daşında qutb olmasa hissət dayanmaz. Qoy Peyğəmbərin ovsafından deyim, Əl-xatəm limə səbək, Əli doğrudur. Vəl-fatih limə stəqbil, Əli doğrudur. Ləv yəlhəqu kəlahik, Əli doğrudur. Və ləv yəfuqu kəfaik, Əli doğrudur. Və ləv yətməu fi idraki kətame, Əli doğrudur. İqtizai vəhdət hamısınlardır. Elə bunların mənasıdır ki, Əmir Əleyhisselam burada la yərqa iləyyət teyr. Heç fikrin quşi eləyə bilməz mənim başımın üstəmsən. Səni yad edirəm Allah, bu rivayətə bir baxı. Bunu deyim, day bəs olsun. Ya Əli, Peyğəmbərimiz vurdu. Ya Əli, innə lillahi həkkən. Allah'ın bir hakkı var. Kimin boynunda? Demek. Allah'ın bir hakkı var. La ya'rifuhu illa ene ve ente. O hakkı bir sen bileysen, bir ben bileyim. Hiç kes bilmeyiz. Əsrardır, əsrar. Çünkü hak kimin boynunda oldu, əgər onu bilaxi. Ta onu əda eləyə. Qulaq as. Və innəli həkkən la ya'rifuhu illallah və əntə. Mənim də bir hakkım var kimin boynunda? Peygamberin hakkı olar, ümmetin boynundadır. Onu bir Allah bilir, bir de sen bilirsin. Ve inne leke hakkan la ya'rifu illallah ve ene. Ali, senin de bir hakkın var. O hak, yani ümmetin boynunda. Onu bir Allah bilir, bir de ben bileyim. Buna diyorlar hakkı sırrı. Aslında bunu niye gizlediblər? Bunu niye məxfi saxlayıblar? Bəli, bu sırrı kim təfsir eləyəcək? Elə ki, Həzrəti Vəli Yasir gəldi, başlayacaq təfsir eləməklərə. İndi ovsafda çox sözlər var idi, fürsət olmadı, heyf oldu. Əmir Əleyhisselam buraya Allah Peyğəmbəri yolladı, məni mərrifi eləyə və məni də məmur elədi, Peyğəmbəri mən mərrifi eləyəm. Səni ad verirəm Allaha, bu bəhsə əlaqəm var, get, Peyğəmbərin tavsifinə bax, əshabın hamısının dilində. Əslən, Peyğəmbərin vəsfinə Əlinin xütbələrində baxsın, deyərsən, heç kəs danışmasın. Fəqət Əli danışsın. Peyğəmbəri heç kəs tavsif eləməsin. Fəqət Əli tavsif eləsin. İndi vəhdətdə çox sözlər var idi, laf yuxarısı bu idi ki, ümmətin təklifi təyin oldu. Ağa Rəsulullah deyir, mən varam da. Mən varam. Əli vardı, mən varam. Məsəddəl əbab illa babə. Tamam qapıları bağladı məscidə. Göz qapısı qaldı, bir Əlinin qapısı qaldı. Və laf əcibi budur ki, buyurdu Allah-u Müteal mənə nə örgətdi, mən hamısın Əliyə örgətdim. Rəveşləri də bir oldu. Əmir Əleyhisselam təzə rəveş gətirməmişdi ki, məmləkət qarışdı. Ve bir cümle deyim, yadigar qalsın. Taha Hüseyin deyər Əli şikəst yedi işində niyə? Çünki elə biləydi zamanı Peyğəmbərdir. Daha bilməyirdi ki, Peyğəmbərin zamanı soğuşub.
Və mən deyəm, Cənab-ı Taha Hüseyin, sən işte böyleysən. Çox böyleysən dedi, qədər. Çox da mühüm adamdır. Nabinadır, qədər. Deyən, Taha Hüseyin, bileydi Peygamberin zamanı soruşub. Amma deydi, ümməti qaytaracağım Peygamberin zamanına. Qaytməz ma'ziratan ilallah. Ma'ziratan ilal Rabbi. Qaytməz. Mənim vəzifəm budur, Peygamber ayağını her yere koyup, ayağını oraya koyup. Bir yerde hilafet, tekallüf eləmədi Peygamberin sirəsindən. İş üstə geldi, fədəki almadı. Dedilər, ağa fədəki al da. Sizindir bu. Dedi Peygamber Məkkəni fəth eləyəndə. Dedilər, gecə devivə. Dedi, və həl əbqa aqilun lənə dara. Aqil bəyə bizi ev qoyub qala. Bizim evimizi götürüb, satıb zülmən. Tüm Peygamber zülmən əlindən çıxdığı evi qaytarmadı, fədəkdəki zülmən bizim əlimizdən çıxıb qaytarmadı. Bunu kim elə? Nə xada təbəiyyət ağa Rasulullah. Faluda getdilər, dedi yeməyəm. Dedilər, haramdır, dedi yox. Amma tüm Peygamber yemərəm. Və ləqəd aliməl müstəhvizunə min əshab-ı Muhammed. Öyle ki ashab-ı Peygamber hamısı bileyler. Tarfatül eyn Peygamberden takatti eləmədi. Bunu Ali'den sonra heç kəs deyəməyib. Heç kəs. Tarfatül eyn bir zərrə Peygamberden takatti eləmədi. Sirəsi neydi Beytülmal'da? Hamısın. Sirəsi neydi ümmette? Sirəsi neydi müdüriyette? O cür. Ahirin ərzimiz olsun. Hakim müstədrəşdə bir şey deyib. Ay kef eləyəcəksən, ay ləzzət aparacaqsan. Hakim, əhl-i sünnetin böyük kitabıdır müstədrək. Yazır ki, Peygamberimiz buraya, Allah məndən dedi, Səl əmmən ərsəlna min qəblikə, min rusulina, alamə bu'isu. Ya Muhammed, soruş məndən, soruş. Səndən qabaq Peygamberləri hiç yolladım, nə şərtlə yolladım? Bu gecə nə oxudum yadından çıxdı, sən yad verəm Allah, bunu yadından çıxartma. Bunu hakim nəqlədi. Peygamber diye Allah mənə dedi, ya Muhammed, Səl əmmən ərsəlna min qəblikə min rusulina. Səndən qabaq Peygamber yolladın bebelə, sual elə məndən. Alamə bu'isu. Bunlar nə şərtin üstündə məbus oldular? Yani bunları hansı şərtinlə yolladın Peygamberlərə? Mən də sual elədim. Xudaya, alamə bu'isu. Nəyə görə bunları yolladın? Nə şərtinlə bunları yolladın? Bəh. Fəqal, əla vilayətikə və vilayəti əmir-el-muminin. Bunların şərti, nübüvvətləri sənin vilayətin və vilayəti Əli ibn Əbi Talib idi. Hansı bəyandan çatdıra bildik bir yerə? Belənsi bir şəxsiyyət-i asmani, Allah, ümmət, nə boyda küfran-ı nemətə düşdü, biz bu derdi hara apara bildik ki, mübarək başı özdə mihrabda, özdə məsciddə nə məscidə hürmət saxladılar, nə Allahın ayələrinə hürmət saxladılar, nə Peygamberin fərmayişinə, tapşırığına hürmət saxladılar, nə Əlinin öz şəxsiyyətinə hürmət saxladılar və ümmətin əlindən böyük bir dənə Allah-u Teala'nın əzəmətli ayəsi getdi. Bu gecə indi xanım Zeynəb səssiz ağlı, Qəmər bəni Yaşım ağlı, Kərbəlayilər ağlı. Hazırsan biz də gedək Əmir Əleyhisselamın evinə, mübarək evinə. Mərhum Şüştəri yazır, bu gecə day səm zəhər o qədər əsər eləyibdi, day Həzrət başında tərpədə bilmək. Ta başın tərpədək, başın bütöv dərd, ağrı bürək. O qədər mahasına baxırsan, mahasın qana bələşib, gözünə baxırsan Allahın qorxusundan batıb, bir Əli Həsənin əlində, bir Əli Hüseynin əlində, ca bu tərəfə aşey, Həsən tutey, ca o tərəfə aşey, İmam Hüseyin ağa tutey, bəli, gözünü açdı birdən dedi, Allah xəlifəti əleykum, sizi Allah'a tapşırıyor. Nə çətin təbirdir bu təbir. Əmir Əleyhisselamın haləti, axır ləhzəsində 4 dənə böyük müsibəti var idi. Bir müsibətim, hərçəndir ki,
Buyurdu fustu ve Rabbil Kabe. Rahat oldum. Rahat oldum. Fustu ve Rabbil Kabe. Ve ümmetin zəcrindən xalas oldu. Ama 4 tane böyle müsibəti var idi. Bir müsibəti Hazreti Zahra'nın müsibətiydi. Ahirəncən xızaffırmadı. Ahirəncən xızaffırmadı. Bəli. Bir müsibəti ki, zərbətdən bətər müsibətdi, gözü Allahın gözüydi. Görəydi xanım Zeynəbin başında nə bəla gələcək. Görəydi İmam Hüseyin ağa nəcür olacaq. Görəydi İmam Həsən ağa nəcür olacaq. Balaların hamısını görəydi. Hərdən başlaydı Kufənin rozasını oxuydu xanım Zeynəbə. Kəənni biki və bi əshabiki səbaya və hazəl bələd. Qızım elə bil görəyəm səni əsir gətiriblər bu şəhərə. Belə zəlil olubsan. Baxıyam görəyəm belə başını salıbsan aşağı. Səni tanımayalar. Çünki 5 il oldu xanım təfsirdə baxıyım. Baxıyam görəyəm müvazirsən uşaqları uğurlamayalar. Çünki deyirlər xaricidirlər. Allah Peygambərin hərəminə günə qaldı. Bunların hərəsinə bir rozələr oxuyba. İmam Həsənə rozə, İmam Hüseyin ağa rozəyə, Əbəlfəz ağaya rozə oxuyub. Ümmülbənin deyə gördüm balanı götürüb əlinə. Qollarını açıb baxı, ağlayıb, baxı, ağlayıb. Dedim ağa balamın iradı yoxdur ya, mənim balama. Bir dənə də müsibəti ümmətin bivəfa olmaqlığı idi. Deydi, ey kaç sizi tanımaydı. Ləhzə və ləhzə mənim ürəyimə qanı doldurdunuz siz. Cərrətumuni nüqəbət təhmam müfəssəl xütbəsi var ərz edir. 4-cüsü müsibət-i qılınc idi, qılıncın zəhəri idi. Bunlar hamısı böyük müsibət idilər. Amma üzün sözdü İmam Hüseyin ağaya, dedi Hüseyini çağırın gəlsin, əlin çəkdi gözünə, əlin çəkdi qəlbinə. Yazıyla o kadar ağlamışdı İmam Hüseyin ağa, gözlər yara şəklində, əlin çəkdi qəlbinə. Dedi, oğul, əntə şəhidi hazihil ümmə. Yəni bizim bu müsibətlərimiz sənin müsibəti yanında bir şeydir. Hüseyin, İmam Həsən ağa da axır ləhzəsində gözünü açdı, dedi, la yevməkə, yevməkə, ya Əba Abdillah. Elə Həzrəti Zəhra da axır ləhzəsində dedi, Əli, balalarımı yaddan çıxartma, məxsus sən Hüseyini yaddan çıxartma. Niyə bu cür oldu? Çünki bu müsibətlərin hamısı Əlinin müsibətləri ilə var idi. Hüseyndə, amma artıq da var idi. Ya Əmir əl-Müminin, sənin böyük müsibətin nə idi? Deyər Zəhra. Mən ərz eləyəm, ya Əmir əl-Müminin, Zəhra bir dəfə məzlub oldu. Gəl Kərbəlaya. Gəl Kərbəlaya. Allah Allah, Zeynəbin ürəyinin otun sənə vasitə salıyor. Ya Əmir əl-Müminin, bir dəfə şəmşirdə idi, gəl Kərbəlaya. Hüseynin həm şəmşiri var idi, həm neyzəsi var idi, həm ox var idi. Özə nə bir dəfə, nə 2 dəfə. Bədən, mübarək bədən bir cür olmuşdu, yazıyla sarə kəl qunfuz. Utanıyam tərcümə eləyəm. Utanıyam tərcümə eləyəm. Ki bədən nə şəklə düşmüşdü. Bəli. İmam Hüseyin ağa, Əmir əleyhissalamın neyzəsi yox idi, amma İmam Hüseyin ağanın neyzəsi də var idi. 2 dəfə İmam Hüseyinə neyzə vurdular. Ya Əmir əl-Müminin məhzərində bu rozəni yoxuyum. Əvvəlmincisi Hüseyin atdan ki, taqət getdi, atın üstündə dayandı. Fəqət özünü saxlaya bilir, cəng eləyə bilməyin. Nəzıl cənab degər, tavbə istiqamət. Nəsəyyədə şəhədə bərgə taqət. Orada vurdular neyzəni. Həzrətin boş böğründən çivirdilar da özünü saxlayanmədi. Gəldi torpağa, ruhu şad olsun. Seyyid Əbülfəz ağası şahid deyər, eyvay ağam yıxıldı, eyvay ağam yıxıldı. Amma 2-ci neyzəni harada istifadə elədilər? Deməlidir, ya sahibəl əsr və zaman, ya Fatimə Zəhra, məni bağışlayır. O zaman idi ki, İmam Hüseyin ağa qodalı qətliqahdə idi. Gətdilər neyzəni qoydular İmam Hüseyin ağanın boğazına.
Oxuyanda ziyarətnaməsində fikir eləyirsən və nəhruhu mənhur. Ya Əmirəl-Möminin sənin bədəni gizlətdilər, ihanət olmasın. Amma İmam Hüseyin ağanın bədəni səpələndi. Kərbəlaya səpələndi. Ya Əmirəl-Möminin bədəni müslü olmadı. Amma İmam Hüseyin ağanın mübarək başın şəhərləri gəzdirdilər. Dərvazələrdən asladılar. Sarban gəldi parmağın kəsəndə. Gördüm 3 dənə ağa, bir dənə xanım. Xanım rozu oxuy, onlar da ağlaşıylar. Həzrət-i Zəhranın rozəsi görünəcür olar. Əla ya nurə eyni, ya Hüseynə. Hüseyin sağ əlin yox, sol əlin yox sənin bədənində. Ya Əmirəl-Möminin axırda sənə süt gətdilər. Amma İmam Hüseyin ağa susuzluqdan dodaq yara, dil yara, ciyər yara. Suyu gətdilər, qovdalı gətirqahan məşkinən. Hüseyin İmam Hüseyin ağanın gözünün qabağında suyu tökdülər. Dedilər, bax yerə tökəciyor. Bu gecə Əmir Aleyhisselamın bir sözü var. Gözünü açdı, dedi, Allah xalifəti aleyküm, yəni Xuda hafiz. İmam Hüseyin də bir dənə Xuda hafizi dedi. Elə ki, vidada yığdı uşaqları, xanımları, onları o ərzəllərin mühasirəsində boşdu gedə. Elə ki, dedi, Xuda hafiz, gördü o balaca bala yapışdı yətəyindən. Dedi, baba, bizi gəytərmədiyini. O bir iki dənə də o dərdiməndilərin tərəfindən deyim. Təvəssül eləyənlərin tərəfindən deyim. Əli hər yerdən üzülüb. Şəb-i Qədr gecəsi, bu gecə, Qədir gecəsində ümid edirəm qapıya gələn. Ya Əmirəl-Möminin heç ehsası təhlir eləmədin, dörüb tutmuşdular. Bəli, İmam Həsən ağıya dedin ki, niyə ağlaysan? Mənim ətrafımda ənbiya həlqə vırıblar. Niyə ağlaysan? Amma İmam Hüseyin ağa 2 yerdə bətər ehsası təhlir elədi. Biri o zaman idi ki, leşkər xeymələrə töküldü, gördü, heç kəs yox. Kimdən leşkəri dəf eləsin əhl-i beyti peyğəmbər? Aman, 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 aman 2000-sindən. O zaman idi ki, Qəmər-i Bəni Haşim dedi, ağa, mənə icazə verəysən, mən gedəm. Orada da ehsas dedi, sən geçsin, mənim leşkərim dağlar. Leşkəri yoxudur ki. Şəb-i zərbət gecəsidir, Rovzəni idamə veriyəm. Ya Əmirəl-Möminin, bu bir tikəniz, bu tikə ilə sənin ətəyindən yapışıq gediyor Allahın dərgahına. Ya Əmirəl-Möminin, sənin dövründə hamı pərəstarıdır. Dövründə hamı pərəstarıdır. Amma Hüseynin 40 dənə pərəstarı var idi. 40 dənə. Ravi deyil, elə ki, qovdalı qətliqaha düşdü. 40 dənə, İbtədərə iləyhi ərbəunə rəculən. 40 nəfər hücum gətdi. Qovdalı qətliqaha. Kullun yürüydü gəzzəsi. Bu dey başım mən ayracıyam. O dey başım mən ayracıyam. İmam Hüseyin Əmir Aleyhisselamın bir nüqtə iştirakı var. Qoy qəlbin bu gecə sınsın, qəşən əcva eləyəsən. O da bu ikisinə də zərbət dəyəndə qurbanlıq duasını oxudular. Elə ki, Əmir Aleyhisselam başına mehrabda şəmşir dəydik, qurbanlıq duasını oxudu. İmam Hüseyin ağa da qurbanlıq duasını oxudu. Yəni, Bismillah və billah və əla milləti Rəsulillah. Əmir Aleyhisselam mehrabda bunu oxudu. Amma İmam Hüseyin ağa çox bətər yerdə bunu oxudu. Leysan Hasan oxudu. Elə ki, mübarək qəlbinə ox dəydi. Gördü, oxu səkib çıxarda bilməyək. Ox kürəkdən çıxır, amma deyir, Bismillah və billah və əla milləti Rəsulillah. Axır rozam olsun. Bilməyəm bu roziyə nə qədər hazırsan, ha? Bilməyəm nə qədər hazırsan, ha? Bəli, İmam Hüseyin əzablar gördü, şikəncələr gördü, müsibətlər gördü, xəncər gördü, neyzə gördü, ox gördü, xeymələrə töküldülər, onu gördü, qardaş müsibətini gördü.
teşnəliği gördü, atlar ayağının altında. Hələ can bədəndə paymal oldu. Bunlar hamısı bir tərəfə müsibətdirlər, hamısı çox ağır müsibət. Amma İmam Hüseynin bir müsibəti var Kərbəlada. O müsibəti dilə gətirməlidir. O müsibəti istədilər. İstədilər Musanın başına gətirələr. Həzrət Musa fovran bir cümlə dedi. Allah onu Quranda deyib. Həzrət Musa dedi, İnni ustub Rabbi və Rabbikum. İnni ustub Rabbi və Rabbikum. Allahım Allahuza sıxılıyam ki, siz bu işi görəsiniz mənə. Yəni bu işi görməyiz mənə. Gör nə qədər çətin işdir. Hazırsan deyəm, amma gedib xəlvət xanədə ağlayasın. Xəlvət xanədə ağlayasan. Hay Allah, hay Allah, hay Allah. Xəlvətə ağla denən yandım Allah, yandım Allah. Bilin hansı müsibət idi? O da buydu ki, Əbu Abdullah Hüseyin Aleyhisselam'ı səncüsar elədilər. Hazreti Musa de, inni ustu bi Rabbi ve Rabbikum en tercumun ve in lem yu'minu li fa'tazilun ala la'netullah ala'l kavmel zalimin ve se'alemul lezine zalemu eyyemun kalebun.